şeir həsr eləmişdilər, Təbriz yanır. Eşitdiniz yəqin. Zahir bəy, özü çox belə zamansız bir və uyumsuz bir şeir idi. O zaman ki, İran özünün Azərbaycan və Türkiyə möhtaçdı olduğu bir zamanda. Azərbaycana və qarşı belə bir şeirlər yazdırmaq İranın mövcud elitasının maraqlarına uyğun gəlmirdi. O şeiri niyə yazdırdılar? O şeir əslində Azərbaycanı İrana qarşı qoydurmaq istəyən qüvvələrin maraqlarına uyğun gəlirdi. Azərbaycan dövlət olaraq ittiham edilirdi orada. Diqqət eləmişdinizsə. Məqsəd nə idi? Azərbaycanı indiki İranda gedən savaş zamanı İrana qarşı qoymaq. Bu kimin maraqlarına uyğun gələrdi? Gəlin qəbul edək ki, bu İranda olan 5-ci kolonun işi idi. Amılının. Səhid Cəlillər, %60 məclisi xübriqanda olan qüvvədən danışıram. Amılı da təbii ki, onların aparıcılarından biridir. Bunu təşkil edən olardı. Ki, Azərbaycanı mövcud şəraitdə İranla üzə qoysun. Hətta bu günlərdə açıqlama veriblər, hətta televizyonlarında desən səsləndiriblər ki, İran Azərbaycanı vurmalıdır füzələrlə. Doğru mu? Elə bir ekspert. Yox, Zahir bəy, ekspert televizyona çıxıbsa, deməli hansısa güclər onun arxasında durur. Doğru. İran elə belə ölkə deyil ki, kəs televizyona çıxıb danışır. Deməli, burada hansısa güclər var. Niyə bunu eləyirlər? Və indi böyük səfirin açıqlaması var. Ha? Bəli. Bax, Azərbaycan Cumhuriyyətində olan, özünü səfir adlanan o şarlatanın açıqlamasına diqqət edin. O nəyə xidmət edir? O, Azərbaycan-İran, indiki mövcud İran rejiminin maraqlarına xidmət edir, yox. O da qarşı durmanı yaratmağa çalışan qüvvələrin işləyəcək. 5-ci kolondur o da. Ermənistanda olan o Sübhanidir, nədir o səfir? O da 5-ci kolondur. Bütün bunlar, Zahir bəy, İran rejimi 25-ci ildə Fars faşizmini gətirən qüvvələr ilə sistemləşiblər ki, onlar şahı göndərib, mullanı gətirəndə də mulla kratiyanın içərisində mollalarını, səmimi mollalardan güclü olublar. Bu gün mollaların böyük əksəriyyəti onların kuklalarıdır. Sadəcə olaraq, Xamneyi tip olaraq, tipaj olaraq biraz fərqli adamdır. Nə mənada? Kukla olmağı elə də özünə sığışdıran adam deyil. Siz fikir verirsiniz, əsas direnç də Xamneyi üzərindən gedir. Məsələn, Səhid Cəlil mamılı olsaydı, çoxdan barışıq olmuşdu. Açıq gəlin qəbul edək ki, Xamneyi tipajı imkan vermir o barışıq. Haradadır bu amalı? Haradadır bu? Onlar bu dəqiqə gözləyirlər ki, rejim nə vaxt yıxılacaq, necə İngiltərədən əmir gələcək, bunlar qumdan, din darlar adına, ruhanilər, əyatullar adından bəyanatlar verəcəklər, xalqı yeni hökumətin ətrafında birləşdirməyə çağıracaqlar. Onun uğrunda təşkilat işlər aparırlar. Nə olacaq ki bunlar? Bunlar nə mollakratyanın, yəni bugün bizim gördüyümüz İran mollakratiyasının Xamneyi tipajında olan strukturuna, nə də ki xalqa uyğun olmayan adamlardır. Özlərinin gizli qüvvələri var. Əslində bunlar gizli, açıq, gizli görünən amma açıq dövlət bunlardır, Zahir bəy. Onlar yericə Xamneyinin özündən güclüdürlər. Siz fikir verirsiniz, Zahir bəy. Xamneyiyə bağlı olan Sepah. Hamı bilir ki, Sepah Xamneyinin vuran gücüdür, düzdürmü? Sepahın üst düzey generallarını öldürdülər, hətta silahlı qüvvətlərin genelqurmay başqanı. Doğrudur? Bəli. O qüvvələr Xamneyiyə bağlı idi da. Görün, bunlar nə qədər güclüdürlər ki, Zahir bəy. Amerika istihbaratına, İsrail istihbaratına, İngiliz istihbaratına o qədər yaxındılar ki, hətta Tehranın içərisində üst düzey generalları öldürtdürə bilirlər, iştirak eləyə bilirlər. Yəni, bugün belə bir İrandan danışırıq. Deyirsiniz, bu məlumatları İsrailə amılı verib. O çətəkdən danışırıq. Belə deyək ki, amılı da, adını amılı. Yox, o biraz mövzu gücünü itirər. Amılı orada bir figurdur, niyə? Seyid olduğuna görə kukla kimi onu yəqin irəli verirlər, ha? O, hardan Seyid oldu? O, Livan Hədə başındakı əmam əsrə. Zahir deyir ki, mən İmam Hüseyin nəslindənəm, Seyidəm. İndi biz onun işlərinə qarışanmərək. Yox, yaxı, bu Livan eləyəm. Zahir bəy, indi o özü bilər, deyir ki, mən Seyidəm, mən gedib dəst eləmişsən, Seyid deyilsən. İndi təbii ki, gerçək Seyidlər çıxıb bəyanat verə bilər, onun soyunu araşdıra bilərlər. Onlar açıqlama verərlər ki, bunun bizə aidiyyəti yoxdur, ayrı bir mövzudur.
Amma mövcud sistemin mahiyyətindən biz danışırıq. Ki, İranın durumu nədir? İranda nə baş verə bilər? Hər an nə kimi dəyişkənliklər ola bilər? Hətta Zahir bəy, bir gecənin içərisində mən açıq deyirəm ki, Xamneyini bir dəqiqə öldürə bilərlər. Özləri. Bu dəqiqə. Özləri. Bəli. İçəridəkilər. Bəli. Və niyə öldürmürlər? Sadəcə qorxurlar ki, yerinə nə qoyacaqlar? Öz variantları hazır olmadığına görə tərəddüd eləyirlər. Hətta İsrail belə Amerikanın özü də açıqlama verdi yadında ki, biz Xamneyini öldürə bilərik, amma öldürmürük. Niyə? Çünki yerinə nə qoyacaqlar? Onu hazır olmadıqlarına görə eləmədilər. Yerində nə olacaq? Hər kəs də bilir ki, Xamneyi öldürülsə, bütün güc prezidentin əlinə keçir, doğrudurmu? Onlar onu hesablayır ki, indi prezidenti öldürsələr nə olacaq? Ara qarışacaq, məhsə bitəcək, xalq meydana çıxacaq. İndi elə məsələlər var ki, biz onu açıqlamırıq. Kansi mərhələdə daha nələr ola bilər?